Sabahınız xeyirli olsun değerli izləyicilərimiz. Traderlər, həmkarlar, iqtisadçılar. Bugün biz çalışaraq beynəlxalq maliyyə birjası haqqında ətraflı danışaq və ətraflı danışa bilməsək də qısa bir məlumat verək sizə. Demək, dünən beynəlxalq maliyyə birjasında nələr baş verdi o haqda söhbət açarıq. Yəni, bugün nələr olacaq? Yəni, dünən bildiyiniz kimi qızılın qalxmasından proqnozları vermişdi və gözlüdür ki, qızılın qalxacağı hansı nöqtəyə qədər qalxacağını yəni söyləmişdi. Əsasən də yəni qızılda gözlənti 3037-lər, 38-lərdə, yəni 35-36-lara qədər qalxdı. Yəni 1-2 dollar yəni belə də bir fərq eləməz. Yəni ortalama olaraq 30 dollara yaxın gün ərzində hərəkət elədi. Amma Bitcoin isə bundan əvvəlki günün maksimuma qədər cəhd elədi. Yəni düz 88.700-ə qalxmasa da ən azından bir 400-lərə qədər yəni yüksəldi. Və bugün nələr baş verəcək? Bugün beynəlxalq maliyyə birjasında təbii ki biz hər dəfə olduğu kimi ilk öncə biz yenidən qızıla baxaq. Qızıl səhər saatlarında yuxarı doğru cəhd etməyinə baxmayaraq yenidən dəyər itirdi. Hal-hazırdakı vəziyyətdə deyək ki 30.000 13'lərdədir və hədəf olaraq nədir? Yəni hədəf istədiyim, yəni hədəf birinci hədəfi yenidən 3007'lərdir. 3007'lərdən sonraki hədəf isə yəni çox maraqlıdır. Amma siz bir trend xətti atın ora, yəni 4 saatlı zaman intervalında qısa bir yəni trend xətti atın. Yəni qiymət 2967'ləri, 68'ləri göstərir. Yəni aşağı. Təbii ki, yəni dediyimiz kimi bugün satış əməliyyatları gələcək 3005'lərdən gələcək. Alışlar isə alışlar kiçik müddətli zaman intervalı üçün biz baxaq. Yəni alışlar hələ ki görsənmir, amma yarım saat zaman intervalına və ya da 1 saat zaman intervalına baxaq. Yəni alışlar haradan gələ bilər? Əsasən də yəni yarım saat zaman intervalına baxsaq alışlar gələcək 3020'lərdən. Yəni konkret olaraq biz bu nöqtələrə sizə dedik və qızıl yəni enişini bir də təkrarlayayım. Qızıl 3005'lərdən sonra aşağıda formalaşsa rahat bir şəkildə 2000 bayaqki rəqəmlər deyək ki 2968'lərə qədər, yəni 2970'lər tam olaraq yəni hədəfidir. Yəni həmin nöqtəyə oturacaq. Keçək biz Bitcoin'ə baxaq. Yəni Bitcoin nə edir? Bitcoin yəni 4 saatlı zaman intervalında 2 qat təpə yaradır və dünən dediyimiz kimi demək olar ki 88-700'lər idi, 800'lərdə 88-500'lərə qədər yüksəldi. Yəni bugün nələr baş verəcək? Yəni hal-hazırdakı vəziyyətdə biz trend xəttini atsaq və görərik ki qiymət yəni trend xətti əsasında yəni 2 qat təpəni əgər yaratsa aşağı gəlsə satış əməliyyatlarına yəni üstün verir. Əks halda isə 87.600'lərdən alış əməliyyatlarında, satış əməliyyatları isə 86.959'lardır. Yəni bunu nəzərdə çatdırın və keçək biz euro-dollar rəqabətinə. Euro-dollar rəqabəti dünən biraz yüksəlişə doğru imza atsa belə, amma yəni trend xətti çərçivəsində hərəkət edir. Yəni 4 saatlı zaman intervalına diqqət eləsək, qısa, konkret, lakonik, yəni bir mənalı olaraq qəşəng bir trend yaradır və aşağı doğru istiqaməti D1 zaman intervalına, gündəlik zaman intervalında aşağı doğru hədəf olaraq yəni çox maraqlı bir hədəf var. Bu hədəf 1.06500'lərdə, ondan sonraki hədəfi isə 1.04'lərdir. Yəni çox dəqiq bir hədəfi var. Yəni 4 saatlı zaman intervalına baxsaq, keçək biz funtun dollar rəqabətinə. Funtun dollar rəqabəti də ümumi olaraq 1 saatlı zaman intervalında ümumi istiqamət yəni yuxarıda qalxıb orada baş və çeyin modelini yaratmaq istəyir. Bu təbii ki bir gündəlik zaman intervalındadır. Amma dünən funt euro dollar rəqabətinə baxanda funtda tam başqa bir trayektoriya formalaşdı və yuxarı doğru istiqamətin yenidən 1.30'lara qədər yəni cəhd eləmək istədi. Yəni bunu biz onun alış satış əməliyyatlarının nöqtələrini demişdik. Və 1.29 700'lərdən yuxarı
yəni keçə bilmədi. Bugün hansı nöqtələrdə alış əməliyyatları verir? Yəni, konkret 1.29 500-lərdən yuxarı formalarsa, alışlar da 1.29 250-lərin aşağı formalarsa satışlardır. Keçək biz digər cütlüklərə. Digər cütlüklərə mənim üçün maraqlı olan dolların Yaponiya rəqabətidir. Bu, dünən sürətli enməsinə baxmayaraq, bugün günün ikinci yarısından sonra yuxarı doğru istiqamətinə davam etdirir və hədəf olaraq, bugünkü hədəf olaraq 1.58-lərdir. Təbii ki, bundan yuxarı formarsa yenidən alışlar gələcək, amma günün ikinci yarısından sonra satışlara yəni üstünlük versək daha yaxşı olar. Keçək, yəni konkret rəqəmlər demirəm, çünki vaxt azdır. Doların franka olan rəqabətində, doların franka yadınızdadırsa biz demişdik ki, alış əməliyyatlarını demişdik. Təbii ki, bu alış əməliyyatları öz əksini tapdı və bugün də yuxarı doğru istiqaməti 1.88-500-ləri hədəfləyib. Amma biz bugün euro dollara və funt dollara trend xətti atsaq, yəni yarım saat zaman intervalında, yəni qısa müddətli bir trend xətti atsaq və trend xəttini aşağıdan yuxarı dəstək xəttini qırarsa, satış əməliyyatlarına üstünlük verə bilərik. Amma ümumi olaraq, yəni biz dolların, frankın rəqabətini götürsək, burada güclü bir dəstək xətti var, yəni 1.88-500-lər. Eyni zamanda dolların Yaponiya rəqabətində də biz 4 saatlı zaman intervalı baxsaq, yəni 4 saatlı zaman intervalında dolların frankon rəqabəti hələ ki ümumi olaraq istiqamət yuxarıdır. Belə əzizlərim, özünüzə yaxşı baxın, görüşmək ümidi ilə sağ olun.